biz səni məsxərə edənlərin şərrindən qoruyacağıq. Deməli, batil cəbhəsinin haqqın müqabilində istifadə etdiyi ilk metod, birinci metod məsxərədir, istehzadır, ələ salmaqdır. Əsas səbəb həsəd, ilk addım məsxərədir. Ya həsrətən aləl ibad, mə yətihim min rəsulin illə kənu bihi yəstəhziun. Vay olsun bəndələrin halına. Biz hansı peyğəmbəri göndərdiksə onu ələ saldılar. Sizcə Quran təsadüfən bu barədə danışır? Xeyr, bu bir metoddur. Deyir ki, bax tanıyın, düşmənin düşmənçilik eləməsində metodlardan biri məsxərədir, ələ salmaqdır, istehza etməkdir. Bəqərə surəsini açın, baxın, əvvəllərində deyir ki, münafiqlər möminləri öz aralarında məsxərə edərlər, ələ salarlar. Bu mübarizə metodudur. Və bu metoddan qorxub nə qədər adam dinə gəlmir, nə qədər adam dindən qaçır, nə qədər adam dindarlığını qabartmağa çəkinir. Bugün baxın, nə qədər ateist səhifələr var. Ateist olanda da mərd olsa yaxşı olardı da. Məsələn, Allaha inanmırsan, deyirəm mən filan səbəblərdən Allaha inanmıram. Fikir verin, hamısı müqəddəsləri məsxərə eləmək metodu ilə inkişaf etmək istəyirlər və bunun da arxasında planlar dayanır. Bu ilkin zərbədir ki, nə qədəsi qaçdı bundan. Bir yerə çatdıraq ki, ziyalı dindarlığını gizlətsin, ayıb olsun. Yəni, bu düşünülmüş bir 5 dənə ağılsız adamın işi deyil. Bu, Quranın bəyan elədiyi mübarizə metodudur ki, bunlar ələ salmaqla, gözdən salmaqla, müqəddəs insanı ələ saldınsa, vəssalam, cəmiyyətdə heç bir müqəddəs bir şey qalmayacaq. Necə qərbdə xristianlığı belə vəziyyətə saldılar. O filmlərdə Allahı, İsa Peyğəmbəri, nəuzubillah, oyuncaq elədilər və yavaş-yavaş artıq o gün bir verilişdə edilmə, yaxşı bir şey danışdı bir mütəxəssislərdən biri. Dedi ki, xristianlıq faktiki olaraq, din olaraq artıq yoxdur praktiki cəhətdən insanlar arasında və dinlər onları dinlərinə yönəltmək üçün İslam obraz yaradılar qorxunç ki, onun qorxusundan bir, heç olmasa öz dinlərinə sahib çıxsınlar ki, bizim qarşımızda belə bir qorxulu düşmən var. Onlar bizi düşmən kimi tanıtır, amma biz öz düşmənimizi tanımırıq və onların metodikası bundan ibarətdir. Ona görə də bunu da gözləməliyik biz bugün ki, bu bizə qarşı da olacaq və var. Və mən hərdən olanda özümə qarşı sevinirəm ki, deyirəm ki, şu Allah'a ki, o peyğəmbərlərin çəkdiyindən bir zərrə Allah bizə qismət edib. Həqiqətən, yox, həqiqətən bunu deyirəm. Yəni, bir insan dinin bədəlini, dindarlığının bədəlini nə ilə ödəməlidir də, yəqin ki, elə ola bilməz ki, o məsələlərin olması düzdür, bu cəmiyyəti sevindirməməlidir. Biz məsxərə qarşısında sərt mövqe qoymalıyıq. Amma Allahla öz aramızda bunu özümüz üçün bir nemət olaraq dəyərləndirib.